günlərdir, ilin. Və bu 10 günün də içində günlər var ki, o 10 günün ən əfsəlidir. Arafa günü və bayram günü. Yəni qurban ilk günü, kəsilən günü. Alimlər arasında ixtilaf var. Arafa günüdür, yoxsa Yevmun Nəhrdir, yəni qurban kəsilən gündür, ən əfsəl gün. Və o qavlin üzərində duraq ki, Allahın izni ilə ki, bu Arafa günü daha fəzilətlidir. Ona görə ki, bu gündə Arafa var. Necə ki, bilirsiniz, yəni kim Arafa çatmadısa, o adam həcci yoxdur. Yəni Həccül Əkbərdir. Müslimdə varid olunmuş hədisdə, indi Allahın izni o hədisdə oxuyacağıq. Necə ki, Ayşə anamızdan gəlir hədis. O gün ən çox cəhənnəm odundan Allah subhanahu ta'ala elinən gündür. Və şeytanın ən qəzəbə dürsər olunan günüdür. Ən zəlil günündə olduğu gündür. Çünki necə bilirsiniz ki, o xoşlanmır, o istəmir. O yəni vəd verib və həmçində ona vaxt verilib. O deyib ki, çaşdıracam, azdıracam. Allah sonra çaşdır, azdır, amma kim ki o qullar ki mənə müddətlər, onları sən çaşdırıb azdıra bilməyəcəksən. O da ki, niyə görə zəlil gündə olur? Çünki Allah subhanahu ta'ala cəhənnəm odundan uzaqlaşdırır qullarını. Ən çox uzaqlaşdıran gündür və cənnətinə, yəni cənnətlə müjdələnən günlərdir. Həmçindəki qardaşlar, o günün yəni əzəmətliyinə dəlalət edən ayət də var. Arafa Allah and içir. Və Allah subhanahu ta'ala Arafa yəni and içdiyi günlərdəndir. Bu da ki, necə ki, qabaq demişdik, Allah subhanahu ta'ala'nın 10 günü and içməsi və şəfi və vətr deməsi, bunlar and içməlilər, qardaşlarım, Allah subhanahu ta'ala'ya aiddir. Allah subhanahu ta'ala nə istəyirsə məxluqatından and içir. Amma bilmək lazımdır ki, əzəmətli Rəbbimiz yalnız and içir əzəmətli şeyə. Bununla da elə bizim üçün fayda olaraq o günün nə dərəcədə əzəmətli olduğunu artıq bununla bəlli olur ki, Rəbbimiz o günə and içir. Müslimdə gələn hədisdir. Ayşə anamız rəvayət edir, radiyallahu anhə, ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurmuşdu. Elə bir gün yoxdur ki, Arafa günü kimi çoxlu insanlar cəhənnəm əzabından azad olunsunlar. Həmin gün Allah insanlara yaxınlaşar. Onların çoxluğu ilə mələklər qarşısında fəxr edər. Subhanallah. Allah subhanahu ta'ala hər şeyi bildiyi halda deyir. Allah subhanahu ta'ala, yəni mələklərə. Onlar nə istəyir? Nə istəyirlər onlara onu verim. Başqa rəvayətlərə, başqa hədislərə gəlir ki, onlar bağışlanma üçün yığışdırıblar. Bağışladım onların hamısını. Allahu Akbar.